Azərbaycanda daha 131 hərbi qulluqçu yeni mənzillərlə təmin olunacaq. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib. Məlumata görə Azərbaycan Prezidentinin Azərbaycan ordusunun hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə 28 dekabr 2011-ci il tarixli 569 nömrəli fərmanı ilə yaradılmış komissiyanın növbəti iclası keçirilib. İclasda komissiyanın sədri Maliyyə Naziri Sahil Babayev, Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində ötən dövrdə silahlı qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edib, Azərbaycan ordusunun minlərlə hərbi qulluqçusunun dövlətin mühüm sosial proqramından bəhrələnərək mənzillərlə təmin olunduğunu qeyd edib. Nazir sözü gedən fərmanın icrası olaraq bugünədək dövlət vəsaiti hesabına Azərbaycan ordusunun 20 il və daha çox qüsursuz xidmət etmiş 4167 nəfər hərbi qulluqçusunun mənzillərlə təmin olunduğunu, bundan sonra da hərbi qulluqçuların sosial məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi prosesinin davam etdiriləcəyini bildirib. Qeyd edilib ki, komissiyanın iclasında 2024-cü ilin sonunda dövlət vəsaiti hesabına Bakı və Sumqayıt şəhərlərində alınmış, tam təmirli mənzillərdən bölüşdürülməmiş qalan 131 mənzilin bölgüsü aparılıb. Müdafiə Nazirliyi tərəfindən növbəsi çatmış hərbi qulluqçular arasında püşkatma yolu ilə müəyyən edilən bölgü komissiyanın müvafiq qərarı ilə təsdiq olunub. O da bildirilib ki, komissiya tərəfindən Müdafiə Nazirliyinin təqdim etdiyi siyahılar əsasında mənzil növbəsinə mütəmadi baxılır və vaxtaşırı mənzil almaq hüququ qazanan hərbi qulluqçular mənzil növbəsinə əlavə edilir.